Ucarda heyvan tələfatı ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Alpı kəndində qeydə alınıb. Rayonun Qulabənd kənd sakini Qismət Siracoğlu Nuriyev idarə etdiyi Kia markalı minik maşını ilə Alpı kənd sakini Xanoğlan Baloğlan oğlu Məmmədova məxsus 3 baş inəyi vurub. Nəticədə minik maşını yararsız hala düşüb. Heyvanlardan biri hadisə yerində tələf olub. İkisi isə ağır yaralanıb. Bu günlərim uşaqların elə bir ki, müəllim yanına gedir, qonşu kəndə məktəbə gedir. Bu günlərin belə hadisədən qorxuruq. Liboy bir şoför belə eləyə bilər. Ona görə qorxuruq, qardaş. Yəni bu yola nəzarət lazımdır. Nəzarət altında keçməlidir bu yollarımıza, başa düşdün. Belə bir şeylərdən qorxuruq. Bu günlərin malı vuran, sabahki gün uşağımızı vurar. 3 dəfə bu yolda o maşını aşırdı. Bu 3-cü işidir. 2 dəfə bundan qabaq aşırdı. Bu da 3-cüdür. Aşırdı və elə də eləyib. Hadisəni elə törədi. Sərxoş olub. Sərxoş olub. Yıxılmasaydı siz də belə. Yıxılmasaydı, bəli, ikimiz də indi ölmüşdük. Dədəvala ikimiz də vurmuşdu. Az qala elə. Ta çatmışdı. Ta tulladıq özümüzü. Tullamasaydıq. Hələ tez tulladıq. Tez tullamasaydı vuracaqdı biz ikimiz. Nə qədər ziyan dəyərsiz? Harası təxminən 9.000, 10.000. Bu mallarda mən özüm şəhər adamam, ümumi qapısında 20 manata, 15 manata işləyən adamam. Mən bunu subsidiya ilə almışam. Malları götürüb mən də təsərrüfatımı artırmaq istəyirdim. Oldu hadisə belə, düşdü yerə nalayıcı sözlər elədi. Belə dedi ki, ya hələ maşın getmir, hələ sizi bundan pis yola qoyacaqdım. Bu adamın birinci hadisəsi deyil. Bu uşaqlar, bu kətdən uşaq gedir, böyük gedir, az yaşlı. Surət necədir bu ihtiyac? Burada qardaş 30'lu surət. O necə gələrdi sən? O harca 150, 160. Zərər çəkənin dediyinə görə, Qismət Nuriyev idarə etdiyi avtomobil ilə əvvəlcə inəklərdən birini, sonra geri qayıdaraq daha ikisini vurub. Özü və oğlu isə son anda qəzadan yayınaraq su arxına düşüblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.